Salam, hər vaxtınız xeyir olsun. Əziz müəllimlərim, necəsiz? Hər birinizi salamlayıram. Deməli, mən sizə qrupa misal atmışdım. Həmin misalın indi həllini çəkirəm. Qrupa baxdım, oradan nəsə əlim dəydi, silindi. Ona görə elə buradan yazım, neyniyim, həmin misalın neyniyim, izahını çəkim. Siz də baxın, görün, düzgün yanaşmısınız, yoxsa yox. 3 üstü 32 plus 1. Baxın, əzizlərim, belə misal görəndə mən fikirləşirəm ki, müəllimlər də ev tapşırıqlarını atırlar. Baxın, bunu 3 minus 1-ə vuranda, hər tərəfini 3 minus 1-ə vura bilərəm. Bu bizə verir. 3-ün vurduğuma görə böləcəm də, ümumilikdə axırda da burada yer yoxdur deyə bölmürəm. 3-ün kvadratı minus 1. 3-ün kvadratı minus 1-i buna vuranda 3 üstü 4 minus 1 enir. Bunu buna vuranda 3 üstü 8 minus 1 enir. Bunu da buna vuranda 3 üstü 16 minus 1 enir. Bunu da gətirib vuranda 3 üstü 32 minus 1. Üzərinə gərək 3 üstü 32 plus 1. Mənə nə deyir? Mənə deyir ki, ay Zöhrə müəllimə, bu cəmi bunu tapın da, yəni ki, ümumilikdə dedik, aşağıda da bir dənə 3 minus 1-i yazanda 2 eləyir. Bax, bununla bu gedəndə 2 dənə 3 üstü 32 bölünsün 2. Bununla da bu gedəndə cavab qalır 3 üstü 32. Cavablarda hansı idisə, doğru cavab yazanlar, yanaşanlar düz yanaşıblar. Keçək növbəti sualımıza. Növbəti sualda deyir ki, x minus y bərabərdir y minus z olarsa, x-in kvadratı çıxaq 4y-in kvadratı üzərinə gərək z kvadratı plus 2xz ifadəsinin qiymətini hesablayın. İndi, deməli, birincini, yəni bu ifadəni sadələşdirərəm. X plus z bərabərdir. Y də bu tərəfə keçəndə 2y eləyir. Bunun hər tərəfini kvadrata yüksəldərəm. Birincinin kvadratı, birinci ilə ikincinin hasilinin 2 misli. Deməli, üzərinə gəlinsin ikincinin kvadratı bərabərdir 4y-in kvadratına. Baxın, əzizim, x-in kvadratı, z kvadratı 2xz-in yerinə 4y kvadratı qoysaq, ondan da 4 dənə y kvadratı çıxsaq, cavab eləyəcək 0, yəni D variantı. Keçək növbəti sualımıza. Növbəti sualda ifadənin ən kiçik qiymətinin tapılmasını istəyir. Bax, sentyabr qrupuma o günləri bu dərsi keçdim. İfadənin ən kiçik, ən böyük qiymətinin tapılmasının müxtəlif yolları var. Emin düsturu ilə tapa bilərsiniz. Deməli, törəmə yolu ilə tapa bilərsiniz, tam kvadrata ayırma yolu ilə tapa bilərsiniz. Amma bəzi istisna hallar var ki, onlar da bax bu misalda verilibdir. Birinci, yəni a kvadratı üzərinə gərək 2-nin kvadratı. Biz bilirik ki, kvadratın ən kiçik qiyməti 0-a bərabərdir. Yəni bunu biz burada 0 kimi qeyd eləsək, səhv yazmış olarıq. Yəni a kvadratı plus 2-ni 0 götürə bilmərəm. Çünki onda a kvadratı mənfi 2 olur və mənim pozulur da, yəni kvadrat mənfi ədədə bərabər ola bilməz. Ona görə buradakı a kvadratını götürürəm. Nə şəkildə? Deməli, 0 şəklində. Onda 2-nin üstü, bu da burada 4 olmalıdır. Yəni, bunun üstündə 4 olmalıdır. 2 üstü 4, sonra, yəni 2 üstü 4, 16 edir. Yəni, birinci mötərizədən, yəni bu ifadədən aldıq 16. B kvadratı minus 9-u 0 kimi götürə bilərəm, ən kiçik qiymət. O da olacaq 4 vurulsun 0 elədi 0. Üçüncüsündə yenə C kvadratına bir 0 desək, 1-in üstü 12 eləyəcək 1. Deməli, bizim ədədimiz alındı belə. 16 üzərinə gəlinsin. 4 vurulsun 0, üzərinə gərək 1 üstündə 12 topla 5 bərabərdir. Deməli, ümumi 22-yə, baxaq görək belə bir cavab var. Bəli, var müəllimlər, B variantı. Belə əzizlərim, bizim inşallah ki, 3-cü gün 3 mövzu keçmişik biz sizlə. 3 dəfə ödənişsiz canlı keçmişəm. Ayda onu kəsirlər, faiz, nisbət, tənasüb və natural ədədlər. Və həmin o 3 mövzuya aid sınaq atacağım sizə. Və həmin sınağında izahlarını atacağım. Axşam saat 9-da. Hələlik növbəti dərslərdə, növbəti videolarda görüşərik inşallah.